Dostlar, bugün maşınla gedəcəyim və ümumilikdə dolu keçirəcəyim bir gün var idi. Ona görə də vlog hazırlamaq istədim. Bugün ilk dəfə özüm maşınımla universitetə gedəcəm. Allahın izni, peyğəmbərin əmrinlə gəlib çatdım universitetə. Normalda ən gec çatan mənəm də. Saat 12:34, 1 saatdan çox var da. Neyniyim? İşte gedib biraz fırlana universitet, sonra oturarım. Dostlar, gördüm ortada vaxt qalıb. Ona görə bizim bir dənə keçən dəfə çəkilişimiz var idi. Dedim gedək onu həll edək. Bütün yol boyu yəni dırnaqlarıma baxıb gedirəm. Sonra Saryetkam bitti deyə ortadakı periodda ola çəkə bilməmişəm. Kollektivimi verməyə getdim çəkilişdən sonra. Daha sonra anamı götürdüm işdən və gəldik evə. Daha sonra anam salonuna mən özüm bəzəndim. Daha sonra yol düzəldik. Deyirəm, çox sevinirdim. Başladı da tıxaclı günlərimiz. Həmin gün yolda o qədər tıxac var ki, inanın ki, bütün maşın romantizələrim elə oradaca bitdi başlamamış. Yolda bütün playlistdəki mahnılardan iyrəndim. Tıxacda maşın sürmək qədər dəhşətli, vəhşətli bir şey yoxdur sizə deyim. Bu arada bunu başını sürən qızlara biləcək, əsla və əsla diktəbana maşın sürmək olmur. Neysə, gəldik çatdıq. Bildiyiniz qadın məclisi idi və dini məclisi idi. Bilmirəm, afisantlar oğlan idi. Bunun məntiqi hara, necə gəlirsə artıq bunu mən də bilmirəm. Çıxdıq, qəşəng-qəşəng şəkillər çəkdirdik. Hə, qəşəng-qəşəng deyirəm, amma uşaqlar imkan versəydi lap qəşəng olasıydı. Gəlin, çeşmə gəlin, çay gəlin. Hansı tərəfin çörəyi çox olsa o tərəf qalib olur. Belə baxıram ki, çəkidə elə ikiniz deyinisiniz. Bütün xına məclisini anam idarə elədi. Homlar əl çəkmədi ki, sən olan yerdə bizə başqası lazım deyil. Çünki bilənlər bilir, bilməyənlər üçün də deyim. Mənə bu istedad əslində elə anamdan keçib. Saz söz ustalıq, onun da uşaqlıq xəyali jurnalist olmaq olub hər zaman. Və mən də onun bir növ davamçısıyam və qərar verdik ki, xına məclislərinə gedək, vloqlar hazırlayaq. Əgər toyunuzda, xınanızda iştirak etməyimi, anamın da iştirak etməyini istəyirsinizsə, bunun altına və yaxud DM yaza bilərsiniz. Bugün sənin söylə, Toyumuz da bitdi. Şükür Allaha. Çox gedirik evimizə. Belə. İzlədiyinizə görə təşəkkür edirəm.